hədis belədir. İmam Rıza aleyhissalam buyurur ki, Habbibuna ilən-nas. Buyurur ki, bizi insanlara sevdirin. Biz Əhl-i Beyti insanlara sevdirin. İmam Həsən Əsgəri aleyhissalamdan da bir hədis oxuyum davamında. Buyurur ki, Cürru ileyna kullə məvəddətin. Buyurur ki, bütün məhəbbətləri bizə istiqamətləndirin. Yəni, sizin boynunuzda vəzifədir ki, biz Əhl-i Beyti cəmaata siz sevdirməlisiniz. Siz deyə bilərsiniz ki, Əhl-i Beyt gözəldir, mənəviyyatlıdır, üstündür, sevilməlidir, cəmaat elə onu sevsin. Bu səhv yanaşmadır. Hətta Allahın özünün də tanıtdırılmağa ehtiyacı var ki, onu sevsinlər. Düzdür, fitrətlə səsləşir, amma bir ortada bir vasitə olmalıdır. Peyğəmbərə Allah göndərir ki, get cəmaata məni tanıtdır, məni sevdir. Hər bir sevilməli olan öz başına sevilmir. Ortada onu sevdirən lazımdır. İndi bilirsiniz, sənlə mənim məsuliyyətim nə qədər böyüdür. İmam Rıza buyurur ki, Habbibuna ilən-nas. Sizin vəzifənizdir ki, cəmaata bizi sevdirəsiz. Cəmaat bizi sevsin. Allah Musa aleyhissalama deyir ki, ey Musa, insanlara məni sevdir. Cəmaat məni sevsin. Qəribə Allahdır, yəni. Bizim onu sevməyə ehtiyacımız var. Amma o yalvarır ki, məni sevin. Başa düşürsünüz, nə qədər faciə dərindir. Faciə dərindir. Yəni ki, Allah bizi yaradıb, bizim yeganə nicatımız, biz belə qurulmuşuq da, bizim quruluşumuz belədir ki, biz onu sevməklə xoşbəxt ola bilərik. Allah da bizə yalvarır ki, məni sevin ki, xoşbəxt olasınız. Peyğəmbərlər göndərir, kitablar göndərir. Biz də nazla ona əməl edirik, deyir, Allah bizdən nə istəyir? Dəhşətdir, inanın, başa düşsə insan. Peyğəmbərə buyurur Həzrəti Musaya ki, ged insanlara məni sevdir. Həzrəti Musa aleyhissalam deyir ki, mən səni necə sevdirim insanlara ilahi? Deyir, mənim neymətlərimi onlara xatırlat. Neymətlərimi bilsələr ki, nə qədər neymət vermişəm, sevəcəklər. Mənim onlara qarşı sevgimi tanıtdır. Bizim sizinlə ağır məsuliyyətimiz var. Namaz qıldım, bitdi deyil. Biz o imamlar ki, onları tanımışıq, onların dalıca düşüb gedirik, onları tanıtdırmaq missiyamız var. Bu mənim təkcə vəzifəmdir, xeyr. And olsun Allaha, tək-təkiniz buna görə cavab verəcəksiniz Allaha. Tək-təkiniz, hər biriniz. Kim bacardığı hansısa vasitədən istifadə etmədisə, məsuliyyət daşıyır Allahın qatında. Biz əl-ələ verib bu işi görməliyik, cəm halda bu işi görməliyik. Hərə bacardığından ehsan eləməlidir bu yolda. Maddi, mənəvi, intellektual, hamı əlindən gələn eləməlidir ki, Əhl-i Beyt məktəbini tanıtdıraq. Bizim məktəbimiz tanındığı qədər deyil, ondan qat-qat çoxdur. Bu barədə yazılar, tədqiqatlar, kitablar, məqalələr yazılmalı, tanıtdırılmalıdır. Əməli şəkildə tanıtdırılmalıdır. Göstərilməlidir bu məhəbbət. Qul la əsəlukum əleyhi əcrən illəl məvəddətə fil qurba. De ki, dəvətimin müqabilində bir şey istəyirəm ki, məvəddət məhəbbətdən fərqli şeydir. Mənim yaxınlarımı sevəsiz, amma məvəddət nədir? Məvəddət ifadə olunan məhəbbətdir, göstərilən. Məhəbbət içdə qalmamalıdır. İmamların məhəbbəti göstərilməlidir. Bu salavatı uca deməyin mənası nədir? Məhəbbətin ifadəsi. İmam Hüseyin əzadarlığının açıq şəkildə edilməsi, kütləvi şəkildə nədir? Məhəbbətin ifadəsi. Bəzi adamlar deyir, mən xalis adamam, mən üzdə göstərmirəm, qəlbdə də əsas məhəbbət. Bəli, əsas qəlbdə olsun, amma bu məhəbbət gərək ifadə olunsun, izhar olunsun. Əhl-i Beyt marifi uğrunda da açıq-aşkar əməllərlə, sözlərlə fədakarlıq etmək lazımdır. Elmi müstəvidə, əqli müstəvidə tanıtdırılmalıdır, kitablar yazılmalıdır, tədqiq olunmalıdır. Mən hərdən özümü açığın deyim ki, necə deyim, bəzən tək hiss eləyirəm bu məsələlərdə. Baxıram, görürəm ki, nə qədər iş görmək olardı, nə qədər addım atmaq olardı. Axı, bir adamın, iki adamın işi deyil, bir adam neçə yerə bölünə bilər ki, bunların hamısını eləyə bilsin.
Bunun üçün bir sistem, bir təşkilat fəaliyyətdə olmalıdır. İnsanlar könüllü gəlməlidir, deməlidir ki, bu işə mən nə töhfə verə bilərəm? Mənim bacardığım budur, mənim imkanım budur. Bu şəkildə bu işlər həyata keçirilə bilər. Həbbibuna ilan-nas. İmam Rıza buyurur ki, bizi sevdiniz kifayət deyil. Bizi sevdirməlisiniz. İnsanlar bilsə ki, imam mehriban anadan daha mehribandır. Ana ilə müqayisə olunmaz dərəcədə mehribandır. Biz imamlarımızı tanımamışıq, özümüz ki, onlar nə qədər bizə mehribandır. İnsanlar onları sevənlərə tərəf yönəlirlər. Biz imamları sevdirə bilməmişik.